Elnur doktor, atrial septal defekt nə zaman müdaxilə tələb edir? Demək, qulaqçıq arası çəpər defekti, yəni atrial septal defektin 4 növü var. Yəni yuxarı nahiyədə, aşağı nahiyədə, qapaq altı və ortancıl nahiyədə. Bunun quruluşdan asılı olaraq, ölçüsündən asılı olaraq, yerləşim sahəsinə görə asılı olaraq müdaxilə təqdimatı, müdaxilə vaxtı dəyişməkdədir. Misal, qulaqçıq arası çəpər ortancıl nahiyədə kiçikdirsə, 7 mm aşağıdadırsa, uşaq 7 yaşdan balacadırsa, o 70% özündən bağlanacaq. Yox, defekt deyərəm ki, komplet episeptal defekti, yəni qapaq üstü olan defektdirsə, o zaten əməliyyat olunmalıdır, müzakirəsi. Ancaq vaxtı var, yaşı var. Və ya yuxarı payda, aşağı tərəfdə yerləşən defektlərdə onlar da əməliyyat olmalıdır. Yəni burada spesifik ki, bu ölçülərdə bu defekt bu zaman bağlanacaq deyin bir ifadə yoxdur. Hər xəstəyə görə individual yaxınlaşmaq çox vacib amillərdən birisidir. Bu tür videonun davamı izləmək istəyirsə, dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun, şərh bölümündə rəyləri əsirgəlməyin ki, sizə faydamız dəysin. Hörmətlə Nur İmanov.